Mən qırığına baxan, qonaq gələn yerdə adam özünü necə aparar, yaxşı aparar, düzdür. Bax, qırığına. Ha, buradayım. İndi də Nigarla tutaşıbdı. Nigarı bəzəyən adama Nigar gedib, bugün efirə gedəcək Nigar, düzdür. Deyir, nabatı da apar, yaxşı nabatı da aparır, pulsuz. Düşübdür ki, mən də gedirəm. Yekar vaxtı düşübdür ki, mən də gedirəm. Orada qırğındı. Ne bileyim vallahi. Ha. Sabahın xeyir canım, sabahın xeyir. Sen ürəyim. Yaxşıyım canım, nə tərsiz, nə var, nə yox. Sağ ol canım. Sen Allah ürəyim. Siz bizim daimi izləyicimizsiniz və ailəyə yaxın adamsınız, düzdür? Bəli. Danışanda orada zarafat elədim sizlə. İnandınız siz belə bir şeyin varlığına. Nə qədər güldük, zəng elədim, elə sizə qoşuldum. Hamı bilir ki, Esi xanım nə səviyyəsizlərdir də, səviyyəsizlər. Yumor hissləri olmayan, səviyyəsiz insanlardır. Səviyyəsiz, tərbiyəsizdir. Aləmi bir-birinə qatırlar, ona şeyə qoyurlar. Bilə-bilə sual verirsin. Bilirsiniz ki, Esmira xanım getdiyi yer, Nərgiz qaldığı evdir də, başqa Esmira xanım hara gedir? Həmişə də görürsünüz oradan canını açır, həmişə də orada olur, öz evi ora. Onu 1000 dəfə sual verirlər, kişiyə gedibsənmi, ərə gedibsənmi, kimin evidir, onu bilirsiniz axı. Məndən soruşdular ki, Esxala ər evidir, bizim öz izləyicimiz. Bilirəm, deyişəmişəm, baxmışam. Mən də başladım zarafat eləməyə ki, hə, bala, belədir, elədir, şeydir də, baməzə sözlər danışdıq, amma sərhədində danışmışıq biz, belə sərhəddən keçib danışma, mən öz danışımı bilən adam, bacı gedib ora qoyublar, YouTube'a. Esmira xanım, tərbiyəsizlər də görmürsən, biri oraya yazır ki, cəmaatla məzələnirsən sözü, hansı tərbiyəsizlikdir də bu. Esmira xanım o səviyyənin yiyəsidir ki, ona görə deyirəm, Esmira xanım, boş ver, səhərdən əsəbləşirsən, mən buradayım, mən yazım çox vaxtı düşmür. Boş ver, elə səviyyəsi ilə partlasınlar, deməli cəmaatdan öndəsən, helələrindən öndəsən ki, elə səni götür qoy eləyə otururlar, elə peşələri olsun. Hamını tanıyır. Hələ bilmirlər ki, məzələnmək sözü ilə zarafat sözünün arasındakı fərqi bilmirlər. Tərbiyəsizlər. Bilmirlər ki, mən heç vaxt insanla məzələnmərəm. İnsanın heysiyyatı ilə, insanın nə bilim, ləyaqəti ilə məzələnmək şeydir. Zarafat eləmək başqa şeydir. Yazıb kağıtdan məzələnir, nə bilim neyini, ayıb deyilmi? Utanmırlar mı, ay bacı bunlar? Ona görə də boş ver, geçsin elə olar öz səviyyələrində də söhbət, yumor hissləri yoxdur da, dünya görüşləri, mədəniyyətləri, qabiliyyətləri, buna çatır. Mən deyirəm bizim izləyicilər, daimi izləyicilər bilirlər ki, mən harada zarafat edirəm, harada doğru söyləyirəm. Ay bacı, bir şeydən danışırıq, deyirlər, qeybət edirlər. Esmira xanım, bir dənə şey fikir ver, gör nə boyda səviyyəsizlər ki, Esmira xanım gözəllər olub, gözəl olubdur, əlində hər şeydə istəyənləri də olubdur. Elə ərə gedən idi, vaxtı ikən gedərdi də. Gedərdi də ərə. Siz qabağını almışdınız, sizdən qorxurdu.
Tərbiyəsiz. İndi çıxırsınız Esmirə ərə getdi. Utanın. Zarafat eləyirik bacı, biz zarafat eləmişik. Salam, necəsən Fatih? Bizim öz izləyicilərimiz bilir Esmira xala harda zarafat eləyir, harda Ona görə boş ver. Heç elə şeyləri danışıb özünü əsəbləşdirməyinə deyməz. Boş ver getsin. Elə səviyyəsizlərdir. Eyni də insanlar da 3-4 adamdır. Başqa səhifələrdən gəlib elə yaramaz sözləri yazanlar. Düzdür. Orada Valla boş ver. İlqar Məmmədov var. YouTube'da harda məni görür pis sözlər yazır. Özdə eyni adamdır. Başqa fake səhifələr açıb da eyni sözləri yazır ona. Başa düşürsüz? Tərbiyət boş ver. Bilsən, cəmaat ömür boyu TikTokda tərbiyəsiz sözlərə rast gəlirlər, haray həşir. İndi yumor işləri gələndə bunların düşüncə dairələri sıfırat enir. Qanmırlar ki, bu cəmaat nə danışır, nə deyir. Ona görə də boş ver getsin. Öz işinlə, hamı sizi də tanıyır, elə səviyyəsizlərdir. İşimlə məşğulam. Bunu bir dənə 3 gündür bunu tikib qutara bilmirəm. Gördünüz də o günlərdə. Baxmışıq. Lenti tikib söktün deyəsən təzəldə. Lenti söktüm, gördüm ki yox, lent şeydi. Çürümüş kimi bir şeydi, sapı dartılır. Giysəydim onu, sapı belə dartılıb eləyərdi. Ona görə belə bir kusok tapmışam, hanı? Belə bir də uyğundur bu yenə ona. Görürsüz uyğundur. Eynidir demə olar. Kusokla balaca kusok verirəm də bir bu yandan bir bu yandan. Heyifdir. O qədər gözəl paltarların üstü. Qəşəng koftadır. Bugün görüm çatdırsam bunun paltarını giymək istəyirəm bugün. İnşallah. Yəni deyirəm boş ver. Öz səhhətinlə məşğul ol. Nisən elə şeylərə əsəb keçirib. Elə şey deyən olmasın, partlasınlar, çatlasınlar. Yox, bunu qoyana YouTube'a deyirəm ki, ay qızım, deyirəm ki, sən görsən orada pis söz yazıb da, sən onu qoyub oradan pul qazana bilirsən. Onu silə bilmirsən sən oradan. Boş ver geçsin. Səviyyəsizlər. Nə bilim ay qızım, siz necəsiz, nə var, nə yox xala? Şükür Esmirə xanım, şükür. Elə dünəndən izləyirəm, görürəm, canınızın təri də yoxdur. Əsəbdə çəkilirsiniz, dinçliyiniz də yoxdur. Boş ver geçsin. Onlardan biri deyir ki, sən gelib deyir, Esi vallah deyir, sən deyir, incimə deməyimdən o TikTok'da infarkt olacaqsın. Qız. Sən deyir, orada infarkt olarsan. Ona görə elə lənə cavab vermə, boş ver. Heç olmasa danışırıq burada, vaxtımız keçir, baxırıq, izləyirik, qəşəng sözlər eşidirik, səviyyəsizlər girib cəmaatın əsəbini pozub qoyur. Bir dənə səhifəyə baxmışam, ay tövbə, onun adı bizim səhifədə çəkilirsə. YouTube'da gördüm, bu boyda boyundan deyir ki, Esmira deyir, mənim dalımca danışır. Ay bacı, ay qurban olsun, göz. Sən nə zibilsən ki, sənə dalınca danışıram mən. Baxın da göz kör, nabarot onlar haqqında yazanda səssizə atıram, deyirəm, onların adını mənim səhifəmdə çəkməyin. Ona görə də boş ver. Elə partlayıb ölürlər. Bilsən, televizorda Zahir milyonlarla əhalinin qabağında o sözü dedi ki, Esmira xanım da TikTok açır, mədəni, mərifətli. Bilsən, istəyirlər ki, sizi nüfusdan salsınlar, sizin səhifədə də qalmaqal yaratsınlar. Ona görə də boş ver Esmira xanım. Hamını tanıyır. Hamı öz adı ilə gəlir, işini gör. Heç vecinə də alma, partlasınlar, çatlasınlar. Düzdür. Canım, lenti də oradan görünür ha, lenti də sökmüşlər. Lenti. Qoşulmaq istədim, baxmadım. O qədər gördüm ki, Esmira xanım lenti calayıb, indi də sökür. Ay bacı. Siz oraya girən ki, xəbərdarlıq gəlir. Mən sizi izləyirəm. Sadəcə mənim yazım düşmür. Sonradan nöqtə qoyuram, ürək atıram. Ondan sonra yazım düşür. Hədə olar da. Nöqtə zət qoyun, onda düşəcək canım mənim. Düşəcək. Bu da gör nə qədər lenti almışam. Görürəm ki, buradan sapı çəkilir, çürükdür də Allah. Yəqin ki. Qoymuşam. Esmira xanım, işini gör, xeyri verilişə get, verilişi izləyək. Burada Fidan xanım yazıb ki, dönə-dönə məni qoşun. Fidan? Zəhmət olmasa, Fidan, məni çıxart, onu qoş. Öpürəm, özündən müğayyət ol. Abbasova Fidan. Şey yoxdur axı, istək atsın deyin də ona.
Qoçu dərəsdə yazıb ki, istə yatın, qoşsun sizi. Bir dənə var, qara ürəklərdə ortasında 06 maşın çəkildi, bu var. Onda qorxuram, kişi xaylağı olar da bir Deyil, ağ profildir, Qoçu dərəsdə yazıbdır ki, Abbasov Fidana istə yat. İstə yat, Fidan xanım, istə yatın canım. Heç nə canım, işini gör, xeyirli, Allah amanında, uşaqlara salam söylə, öpürəm sizi çoxlu, boş ver. Öpdüm canım, Allah amanında, zəhmət olmasa mənə çıxart. Oldu canım. Sağ. İstə yattım deyirsiniz, atmamışsınız, ağ profil yoxsuz burada. Burada yoxdur, yox. Yoxdur, yox. Bu sözün yalandan çeşit psikopat. Abbasova Fidan. Bayaqdan istə yattım. Yenə atda yoxdur burada. Ay qızım, vallahi yoxdur. Abbasov, var, bir dəqiqə. Qırığın da oyanda. Bir parixmaqla getməyin üstündə. Ay, hara oldu Fidan? Abbasova, Bax, orada nigarda başa salırım boydarladı, xeyri yoxdur. Aleyküm salam Etsi xala, sabahınız xeyir, gününüz uğurlu olsun. Dünyanın gözəl anası, dünyanın gözəl bacısı, dünyanın gözəl qızı. Gününüz uğurlu olsun. Həm zaman üzür görürsün. Hər insanlar fikir verməyim. Valla Zahid Baxşayev həqiqətən də 10 bal bilinən qarşılıq başa edirəm ki, qeyrətli, namuslu, şərəfli, vətənpərvər yetişdi. Həqiqətən də sizə tam, yəni, nətə demək, Zahid Baxşayev bir verişə baxıram. Ona görə bir də sizə görə baxıram. Yəni, ən çox sevə baxaram. Benim Etsi xalam oradadır. Etsi xalam orada sakit durun, Etsi xalamın qulaq asılır. Başqalarını həqiqətən senin qarşında başarılam ki, qeyrətli, namuslu, vətənpərvər, ağıllı, tərbiyəli, vicdanlı, özünün, sözünü bilən övladlar böyütmüsün. Bütün xanımlarının çoxlarının bəziləri bu sizdən baxsın, ibrət alsın, sizin qızalın, ibrət alsın. Ola bir söz var, etixalar, anasına, qızına, qıraqlama versin. Həqiqətən ana nefə tərbiyəsi bala da o yol gedəcək. Ona görə etixalar, fikir verməyin. Oradan alın, buradan bırakın.